Salam, gəlin güvən sınavından qrammatikada sınaq 1-dən qrammatikadan 10 suala baxaq. Deməli, birinci sözümüzdə nə söyləyir? Çilçıraq sözünün səs və hərf tərkiblə bağlı səhvi söyləyir. Əvvəl çilçıraq sözünü yazaq. Deməli, çil-çıraq. Demək, deyiliş və yazılış arasında neçə fərqimiz oldu? Bir dənə fərqimiz oldu. İndi baxaq. Nə söyləyir? A variantında sözdə səs və hərf sayı bərabərdir. Həqiqətən də sözlərdə səs və hərf sayı bərabərdir. Yazılışı və deyilişi fərqlidir. Çünki 40-ya keçmişdir, doğrudur. Söz ahəng qanununa tabe deyil. Bəli, çünki i var, bir də a var, doğrudur. Daha sonra sözdə bir açıq, iki qapalı sayt işlənmişdir. Həqiqətən də bir açıq, iki qapalı sayt işlənmişdir. Sözdə qız səsinin cingiltili qarşılığı işlənmişdir. Qız səsinin cingiltili qarşılığı hansıdır? Qıdır. Qı isə bizim cavabımızda qalmadı. Qı, xıya keçmişdir. Ona görə cavabımız oldu Y variantı. Daha sonra ikinci sualımıza baxaq. Deməli, ikinci sualda söyləyir ki, verilmiş xüsusiyyətlərə uyğun olaraq uyğun sözü seçin. Ahəng qanuna tabedir. Baxırıq sözlərin hamısına həm A, B, C, D, Y hər biri ahəng qanuna tabedir. Amma burada bizə bir dənə açar söz kimi nə verir? Tərkibində bir çar samit işlənmişdir. Baxaq, savadlı sözünü necə yazırıq? Deməli, savaddı. Neçə çar samit işlənən tərkibində? S-tı. 2 dənə. Ona görə A variantımız getdi. Baxaq B variantına. Daddı. Daddı sözündə hər biri cingiltili samitdir. Yəni B variantını da götürmürük. Amma tərkibində bir çar samit olmalıdır. Qəmli hər biri çar samit deyil. Hər biri cingiltili samitdir. Sərhət. Sərhət sözündə bir dənə, baxın, sərhət. Bir dənə çar samit, 2 dənə çar samit. Deməli, cavabımız Y variantı da deyil. Qaldı cavabımız nə? Dərdi. Dərdli sözünün yazılışına baxaq. Deməli, dərddi. Deməli, neçə çar samit işlənmişdir? Bir dənə çar samit işlənmişdir. Ahəng qanuna tabedirmi? Bəli. Saitlərin sayı samitlərin sayından azdır. Baxaq, sait, sait. Samit, 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 samit. Həqiqətən saitlərin sayı samitlərin sayından azdır. Cavabımız nə oldu? Cavabımız oldu dərdli sözü. Daha sonra üçüncü suala baxaq. Üçüncü sualda sözlərdən biri ahəng qanununa tabe deyil. Müəyyən söz. Bu çox asandır. Yəni odekalanı bilirik ki, yazılışı odur. Amma odekalon kimi tələffüz edirik və ahəng qanununa tabe olmayan sözümüz. Yəni cavabımız oldu B variantı. Daha sonra ailə, səmavi, qəribə sözlərin hər üçünə aid oxşar xüsusiyyət nədir? Bunların hər üçün də ailə, A uzanır, səmavi, A uzanır, qəribə, İ uzanır. Bunların sadəcə oxşar xüsusiyyəti odur ki, uzun tələffüz olunan saitlər vardır. Baxaq ümumiyyətlə nə söylər? Deyilişi və yazılışları fərqlidir. Xeyr, heç birinin deyilişi yazılışı fərqli deyil. Unutmayaq ki, bir saitin uzanması, ümumiyyətlə ailə tələffüz edirik biz bunu, ailə. Bir saitin uzanması onun deyiliş və yazılış fərqi yaratmır. Ailənin deyilişi və yazılışı fərqləndir. Çünki Y əlavə etdik. Səmavi sözündə bir dənə A'mız uzanır, deyiliş və yazılış fərqlənmir. Qəribə sözündə İ uzanır, deyiliş və yazılış fərqlənmir. Daha sonra B variantında ahəng qanuna tabedir. Bəli, ahəng qanuna tabe olan ailə, xeyr, səmavi, xeyr, bir dənə qəribə sözdür, ahəng qanuna tabedir. Uzun tələffüz olunan sait vardır. Uzun tələffüz olunan hər üçündə uzun tələffüz edilən sait var. Deməli, hər üçündə uzun tələffüz edilən sait var. Ona görə cavabımız C variantıdır. D-yə baxaq, səslərin sayı hərflərin sayından çoxdur. Ailə dedikdə bir Y artırıq, həqiqətən səslərin sayı çoxalır. Amma səmavi sözündə səslərin sayı hərflərin sayından çox olmur. Ona görə D variantı yanlışdır. Y-yə baxaq, samitlərin hamısının çar və cingiltili qarşılıqları var. Xeyr, ailə sözündə L-nın cingiltilidir, çar qarşılığı yoxdur. Ona görə cavabımız oldu C variantı. Baxaq digərinə. Deməli, digər sualda nə istəyir? Tələffüzü göstərilən hansı sözdə açıq saitin qapalı saita keçməsi baş verməyib? Baxın, burada deməli, yaşayıram sözüdür. Yaşamaq sözündəndir. Necə tələffüz edirik? Yaşayıram. Deməli, A nə olubdur? Açıq sait qapalı saita keçibdir. B variantını saxlayaq. C variantına baxaq. Ağla. Ağla. Necə tələffüz edirik? Ağlayıram. Deməli, A I-yə keçmişdir. C variantı uyğun deyil. Y-yə baxaq. Bağla. Bağla. Bağlayıram. Burada yenə A I-yə keçmişdir. Amma B variantında daşıyıram. Daşıyıram sözündə artıq biz heç bir qapalı saitə keçmək
xüsusiyyətinə rast gəlmirik. Baxın, yazıram. Daşıyıram. Burada biz A saytı yoxdur ki, açıq sayt qapalı sayta keçsin. Ona görə B variantımız bizim cavabımızdır. Sözdə qapalı sayta keçmə baş verməyibdir. Saxlayıramdan da saxlayıram olub D variantında. Cavabımız oldu B variantı. Daha sonra baxaq. Deməli, bu sualda delişi ilə yanlışı deyir ki, neçə sözdə, hansı sözlərdə deyir? Hansı sözlərdə? Tələffüz şəklində verilən bir dəqiqə. Cümlələrdən birində yalnız bir sözün yazılışı delişi fərqlənir. Baxın, çox yemək, deməli, çox yemək adamı az yeməkdən də qoyar. Çox yemək K-dan sonra A gəlibdir. Burada oldu Y. Adamı az yeməkdən də qoyar. K-dan sonra samit gəlibdir. Az yeməkdən. Burada isə oldu xışdirik. Deməli, 2 dənə fərqimiz oldu. Daha sonra B variantına baxaq. İgid gündə icid. Bıdıcıdan sonra samit gəlib. İcid. Deməli, bir dənə T oldu. Gündə bir yol ölər. Qorxaq. Qıdan sonra sait gəlibdir. O isə Ğ-yə keçir. Deməli, 2 dənə fərqimiz oldu. C variantına baxaq. C variantına. Deməli, kəndxuda. Bıdıcıdan sonra D-dan sonra X gəlibdir. T-yə keçdi. Kəndxuda cəmaatı A-nın biri düşdü. A-mız biri düşdü. Deməli, 2 fərqimiz oldu. Kəndin mərkəzindəki yerə yığdı. O çox sevdiyi dostunun T-dan sonra S-tı, Ş-tı, F-tı, X-tı. Bunlardan sonra sait gələrdisə, T D-yə keçir. Deməli, burada D-yə keçmə funksiyası var. Daha sonra qəlbini qırmaq istəmədi. Qıdan sonra sait gəlibdir. Qırmaq istəmədi. Burada da 2 fərqimiz oldu. Nəhayət, Y variantına baxaq. Su kiçiyindir, yol böyüyün. Su kiçiyindir, o gözəldir, qəşəngdir, güldür, çiçəkdir dedikdə sondakı R deyilmir. Deməli, Y variantında yalnız bir dənə fərqimiz oldu. Su kiçiyindir, yol böyüyün. Cavabımız oldu Y variantı. Nəhayət, 9-cu suala baxaq. Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur? Baxın, bizim 3 dənə sözümüz var. Təəccüblə, təəssüflə, aidiyyət sözüdür ki, bunlarda məsəl üçün gəlin birini yazıram. Aidiyyət. Aidiyyət sözünü elə bir ki, tələffüz edəndə bir dənə Y artırırıq. Tələffüzdə isə bu yıllardan biri düşür. Deməli, deyilişi və yazılışı arasında fərq olsa da, səs və hərflərin sayında heç bir fərq yoxdur. Hansı sözlərdir? Bir yerə qeyd edə bilərsiniz. Təəccüblə, təəssüflə, bir də aidiyyət sözlərdir. Deməli, cavabımız A variantı deyil. B variantında aidiyyət deyil. Çünki deyiliş biri düşdü, ya artırdım, biri yazıya düşdü. Heç bir fərq yoxdur. Müəmma sözü olduğu kimi tələffüz edilir. 9 sözdə, deməli, Q, K əvəzlənməsi baş versə də heç bir fərq yoxdur. Amma daimi sözündə biz aynəni, iynana, əynəni, iynənə. Bir də iynən odur ki, tələffüzdə bir dənə Y artırırıq. Yəni, səsimiz artır. Ona görə cavabımız oldu D variantı. Çünki bir Y səs hərfi, səsi artırmaqla səslərin sayı hərflərin sayına çox oldu. Cavabımız oldu D variantı. Baxaq daha sonra 10-cu suala. Tələffüz şəklində verilən sözlərdən 2 hecalı olanları müəyyən edin. Baxın, bizim bəzi sözlərimiz var. Bunlar bir saitlə yazılırlar. Məsələn, hökümdür. Höküm, hər birini yazmayaq. Burada vaxt getməsin. Deməli, höküm, zülüm, həbis, hüzün, hüsn, cəbir, əmir, əzim, əsir. Bu kimi sözlərdə bir sait var. Məsələn, burada zülüm və hüzün sözüdür ki, bunların yazılışı belədir. Bu tələffüzdə bir qapalı sait artırıbdır. Amma biz yazılışını yazırıq. Zülümlə, deməli, belə yazırıq. Zülümlə. Həqiqətən də neçə saitimiz oldu? 2 saitimiz oldu, 2 hecamız oldu. Deməli, 2 hecalı olan 4'dür. Daha sonra hüzünlü. Hüzünlü sözünün yazılışı budur. Hüzünlü. Deməli, neçə hecamız oldu? 2 saitimiz, 2 hecamız. 4'dür, 5'dir, camımız. 2'dir, 4'dür, 5'dir. İndi gəlin zehinli sözünə baxaq. Unutmayın, deməli, zehinli sözündə İ hərfi var yazılışda, zehinli. Amma zehimli sözündə yazılışda İ hərfi yoxdur. Zehimlidir. Deməli, 2, 4, 5 bizim cavabımızdır.